Bəzən insan elə günahlar eləyir, günahdan yorulur. Hətta bəzən bu fikrə düşür ki, görəsən Allah məni bağışlayar. Bu illər bu xidmətimizdə mən belə insanlarla qarşılaşmışam. Adam gəlib deyir, tövbə eləmək istəyirəm. Amma bilmirəm ki, tövbə eləsəm Allah məni bağışlayar yoxsa yox. Deyir, mən o qədər günah eləmişəm, o qədər günah eləmişəm. Deyim, bilməyərəkdən eləmişəm, yox, bilmişəm. Deyim ki, Allahın məni görməsinə etiqadım, əqidəm olmayıb, yox, elə etiqadım, əqidəm də bu olub ki, o görür. Yəni, o görə-görə, o baxa-baxa, özüm də bilə-bilə günahlar eləmişəm. Amma indi özüm də xəcalət çəkirəm. Düzdür, tövbə edirəm. Amma elə bilirəm ki, bu qədər günahla Allah məni bağışlamaz. Belə düşünməyək. Allah Teala Quran-ı Kərimdə bir neçə ayətdə buyurur: "Və la taqnatu min rahmetillah." Bizim çox mərhəmətli Allahımız var. Buyurur ki, ay mənim rəsulum, o insanlar ki, günah eləyib, özlərinə zülm eləyiblər, onlar ki, naümiddilər, onlara söylə ki, "Və la taqnatu min rahmetillah." Allahın rəhməti barəsində nagüman olmasınlar, naümid olmasınlar. İnnallaha yaghfiruz-zunube cəmi'a. Allah günahları bağışlayandır. O mərhəmət sahibidir, məğfirət sahibidir. Ona görə bu ayda bizim bağışlanmağımız üçün bir fürsət ayıdır. Qəlbimizin oyanışı və dirilişi üçün bir fürsətdir. Vaxt doğrudan da sürətlə gedir. Artıq biz mübarək Ramazan ayının 2-ci cüməsini yaşayırıq. Bu mənəvi aydan biz maksimum dərəcə faydalanmalıyıq. Ay bitəndə ayılmayaq ki, elə biz yemək içmək peşində olmuşuq. Yemək içmək, bəzən görürsən elələri var. İnşallah ki, aramızda olmaz, olsa da bizi bağışlasın. Adam, məsələn, o başlanlıqda iftarı fikirləşir. İftarda da o başlanlıqda nə yeyəcək fikirləşir. Yəni elə o başlanlıqla iftarın arasında qalıb. Məsələn, indi o iftar süfrələri gözəldir, getmək yaxşıdır, vermək daha yaxşıdır.